Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Allah həmd olsun, artıq Ramazanın son günlərinə gəldik, çatdıq. Və Ramazan ayı ilə bağlı, ümumiyyətlə Ramazan ayının bir müsəlmanın həyatına qatdığı gözəl nemətlər barədə danışmaq istəyirəm ki, biz nə üçün oruç tuturuq? Oruç tutmaq bizim həyatımızda nələri dəyişdirir? Bu bir ayın bizə vermiş olduğu təsir nədir? Bununla bağlı danışmaq istəyirəm. Uca Rəbbimiz buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən öncəkilərə fərz edildiyi kimi oruç sizə də fərz edildi ki, təqvalı olasınız. Ümid edilir ki, təqvalı olasınız. Baxın, ayətdə Allah Azza və Cəllə orucun bizdən öncəki ümmətlərdə olduğunu da vurur. İbn Kəthir Rahimehullah buna xüsusi diqqət çəkir ki, oruc bütün ümmətlərdə olur. Nəyə görə? Nəfislərini orucla təskiyə etsinlər deyə, Allah Azza və Cəlləyə bağlılıqlarını artırsınlar deyə. Ayətin əvvəlində orucun bütün ümmətlərdə fərz olduğunu, həmçinin bizdə fərz olduğunu buyurulur. Sonunda isə nəyə görə? Təqvalı olasınız deyə. Təqva nədir? Günahlardan çəkinmək və Allah Azza və Cəllənin əmrlərinə yönəlməkdir. Bu Şeyxülislam İbn Teymiyyə Rəhməhullahın təqvaya vermiş olduğu tərifdir. Və qulun da günahlardan çəkinmək üçün nəfsini təmizləmə yönündən oruca deməli nəyi var? Ehtiyacı var. Və nə vaxt ki bir insan əgər görürsə ki, bu bir ay, əlhamdülillah, Ramazan ayı gözəldir ki, bir ay boyunca özümüzü qoruyuruq günahlardan bu vasitələ, Ramazandan sonra da nə vaxt gördün ki, günahlar səni aparır, biraz ibadətlərdə çətinlik çəkirsən, nəyə başvurmalısın? Oruca. Yönəlirsən oruca ki, nəfsini sən günahlardan təmizləyəsən, Allaha itaətə doğru yönələsən, əmirlərinə yönələsən, əlhamdülillah, və bununla da təqvalı olasan. Deməli, bizim orucdan, bu bizə fərz olunan orucdan birinci qazancımız nədir? Təqvalı olmaqdır. Əgər mən təqvalı ola bilmirəmsə, sən təqvalı ola bilmirsənsə, Ramazandan öncə ilə Ramazan ayında və Ramazandan sonra da bir fərq yoxdursa, deməli səndə nəysə bu ayda yaşamda bir əksiklik var. Çünki bir dəyişiklik olmalıdır. Yəni sadəcə dəyişiklik təravih namazı olmamalıdır. Yəni işanı gəlib qılırdıq, qayıdırdıq və bugün getdik Ramazandan təravih qıldıq. Yalan danışmada, qəzəblənmədə, söymədə, hər hansısa bir əməllərdə də, yəni bunlar sadəcə misallardır. Bir fərq yoxdursa, deməli bu Ramazanda, bu orucda nəydəsə əksiklik var ki, o sənin həyatına təsir göstərmir. Bu əslində bütün ibadətlərdə belədir. Məsəl üçün Allah Azza və Cəllə nə buyurur? İnna salate tenha anil fahşai vel munkar. Namaz qıl, şübhəsiz ki, namaz insanı pis və çirkin əməllərdən uzaqlaşdırır. Namazı qılıram, amma çirkin əməldən uzaqlaşmıramsa, deməli bu namazda bir problem var. Ola bilməz axı namaz məni bundan çəkindirməsin. Çünki Allah Azza və Cəllə deyir ki, namaz bundan çəkindirir. Deməli, mənim qıldığım namaz Allah və Rasulun istədiyi kimi bir namaz deyil. Əgər oruc da belədirsə, orucu tuturam, amma həyatımda bir dəyişiklik yoxdursa, deməli mənim orucum Allah və Rasulun istədiyi kimi bir oruc deyil. Necə hədisdə, Buxarıda gələn məşhur bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən ləm yədə' qavlə zur vəl-amələ bihi vəl-cəhlə. Kim ki, yalanı, onunla əməl etməyi və cahilliyi tərk eləməzsə, fəleysə lillahi hacətun ən yədə' ta'amahu və şərabahu. Allahın onun yemə və içməsini tərk eləməyinə ehtiyacı yoxdur. Deməli, orucda məqsəd yemək və içməni tərk eləmək deyil, qardaş. Yemək və içməni tərk eləməklə yanaşı, yalan sözü, yalanla əməli və cahillik. Ümumi olaraq cahillik nədir? Şirk, küfür, günahlar, hamısı bunun içərisində daxildir. Deməli, qul nə etməlidir? Mütləq şəkildə böyük günahlardan çəkinmək üçün cəhd eləməlidir. Əgər bunu eləmirsə, deməli, Allah və Rasulunun istədiyi kimi bir oruç tutmuş sayılmır. Həmçinin İbn Qudam el-Məqdisi Rahimehullah orucun bu yöndən dərəcələrini ayırır və buyurur ki, İ'ləm ənə savmə thəlâthu dərəcətin. Bil ki, orucun 3 dərəcəsi var. Savmül umum, birincisi nədir? Umumi oruc. Və savmül xüsus, ikincisi xüsusi oruc. Və savmül xüsusil xüsus, üçüncüsü isə xüsusinin də xüsusi olan orucdur. Və əmmə savmül umum, umumi oruca gəldikdə, fəhvə kəfful bətni vəl-fərci ən qada işşəhvə. O nədir? İnsanın qarnı, yəni bətin, mədəsini və övrətini şəhvətlərdən qorumasıdır. Və əmmə savmul xüsus, xüsusi oruca gəldikdə isə fəhvə kəffus səm'i vəl-basarı vəl-lisani vəl-yədi vəl-ricdi və səil cəvarihli anil əthəm. Qulun eşitməsini, görməsini, dilini,
əlini, ayağını və bütün orqanlarını günahlardan uzaq tutmasıdır. Yəni həm qeybət eləməyəcəksən, həm qeybətə qulaq asmayacaqsan. Həm gözünlə harama baxmayacaqsan, həm feili olaraq bundan uzaq olacaqsan. Yəni tamamilə insanın bütün orqanları ilə haramdan uzaqlaşmasıdır. Və əmmə savmi xususil xusus. İndi ikinciyə qulaq asanda adam fikirləşir ki, xüsusi nədir? Da bütün orqanlarımla günahlardan uzaqlaşıram da. Bəs yaxşı, bundan da üstün nə ola bilər? İndi İbn Qudam el-Məqdis rahimehullah buyurur ki, xüsusinin də xüsusi və savmul qalbi an humamid dəniyyə vəl-əfqar dünyəviyyə. İnsanın oruç vasitəsilə qəlbini lazımsız işlərdən və dünyəvi fikirlərdən uzaqlaşdırılmasıdır. Və kəffuhu ammə sivallahi azza və cəllə bil kulliyyə və bütün halıyla Allah azza və cəlləyə yönəlməkdir. Və fikir etsən qəlbə toxunur. Niyə? Deyir, qəlbini dünyavi bütün fikirlərdən uzaqlaşdırmaq və bütün halıyla isə Allaha tərəf yönəlməkdir. Çünki bütün bədənin əsas idarə etisi qəlbdir. Necə Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurur? Bədəndə bir ət parçası var. Əgər o islah olsa, bütün bədən islah olar. Əgər o fəsada olsa, bütün bədən fəsada olur. Diqqət edin, o qəlbdir. Nə deyir burada? Qəlbini dünyəvi fikirlərdən uzaqlaşdırmaqdır. Bütün ticari məsələlərdən, maddi məsələlərdən, evin problemlərindən, nə bilim. Bəzən Ramazanda birdən-birə şeytan adamı bir dənə fikirlər gətirir. Hansı ki, adi vaxtda sən sonra fikirləşmirsən. Adi vaxtda sənin fikrinə gəlmir o şey. Birdən-birə oturursan ki, ayda, Somalidə, məsəl üçün də, filan hadisələr baş verdi. Oturursan belə fikir çəkirsən, şey edirsən, əslində baxsan, vaxt gedir. Həmin vaxtı Quran oxuyaraq keçirdə bilərdin. Yəni, adi vaxtda sonra fikirləşmirsən, gelirsən işə, güzə, ora, bura. Ramazanda çalışırsan ki, biraz işdən, güzdən uzaqlaşasan, özünü yönləndirəsən ibadətə. O anda da dünyada baş verən mənfi hadisələri şeytan birdən gətirir qabağa qoyur. Oturursan mənfi hadisələr barədə düşünməyə. Düşünürsən, dərd yanırsan, eləyirsən, bir də baxsan, axşam oldu. Sən nə Quran oxudun, nə açıb bir kitab oxudun, nə əlavə ibadət elədin, nə heç bir şey. Və bütün gecəni oturursan, fikirləşirsən ki, orada belə oldu, burada gecə nə qiyamul-leyl eləyirsən, nə bir normal sahur eləyirsən, heç bir şey. Yəni, birdən-birə. Demirəm, amma bunu düşünməmək lazımdır, yanlış anlaşılmasın. Əlhamdülillah, biz müsəlmanıq. O Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Məsələn, müminə fi tavaddihim və tərahumihim və ta'atufihim kəməsəlil cəsəd. Möminlərin bir-birini sevmədə, bir-birlərini hörmətləmədə, bir-birlərini uzatmada ki, misalı bir bədən kimidir. İzə iştəkə minhu udvun təda'a ləhu sa'irul cəsəd bis-səhər vəl-hummə. Əgər o bədən üzvünün bir hissəsinə xəstəlik bulaşsa, xəstələnsə, digər hissəsi də qızdırma və narahatlıq keçirsə, ona ortaq ola bilər. Yəni, müsəlman belə olmalıdır. Dünya harasında olursa olsun qardaşlarının başına gələn zülmə görə üzülməlidir, düşünməlidir, dua eləməlidir, onlar üçün çalışmalıdır. Bu başqa məsələ. Amma sırf bunun birdən-birə şey vaxtı gəlməsi, Ramazanda belə gəlib səni necə edilə çorta salır belə düşünürsən və heç nə eləmirsən. Yəni, deyim ki, düşündün, səcdəyə qapandın, saatlarla dua elədin. Deyim ki, icabət vaxtında əlvi açdın, Allah'a saatlarla. Yox, heç də. Sadəcə baxırsan videolara, lomkaya gedirsən, saatlar gedir, görürsən ki, ibadətlər qalır. Bu əslində nədir? Şeytanın sağdan sənə yaxınlaşmasıdır. Yəni, səni nə-nəsə məşğul edir. Amma günün sonunda görürsən ki, bir ibadətin də olmadı. O adam üçün bu faydalıdır ki, ona baxar və oturar həqiqətən əlini açar Rəbbinə, bir namaz qılar, əlini açar belə uzun-uzun müsəlmanlar üçün dua eləyər, özü üçün dua eləyər. O adam üçün bu faydalıdır. Və yaxud da gecə namazı, gecənin 3-də 1-də qalxar, əlini açar Rəbbinə, dua eləyər, ya Rəbbim, bu sıxıntıda olan müsəlmanlar üçün dualar eləyər saatlarına, onun üçün o faydadır. Yoxsa baxdın, əlhamdülillah, oturdun belə üzgün, hamının başlayacaq azlamağa ki, mənim keyfim yoxdur, haradasa nəsə hadisə baş verib, bunun bir faydası yoxdur. Ona görə gözəl qardaşlarım, Ramazan ayı ibadətlərə ən çox vaxt ayrılan zaman olmalı. Bu, sadəcə Ramazana xas deyil. Sadəcə bunu Ramazanda edirik ki, əlhamdülillah, imanımızı bununla qüvvətləndirək və bu ibadətləri özümüz üçün daimləşdirək. Ramazanda təravih var, Ramazandan sonra qiyamul-leyl var. Ramazanda özünü öyrəşdir 11 rükət namaza ki, əlhamdülillah, Ramazandan sonra da gecədə qalxıb və qiyamul-leyl eləyə bilərsən və ya təhəccüd eləyə bilərsən. Və bu da şərt deyil, yatıb durub gecənin 3-də 1-si. Qiyamul-leyl nədir? İşə namazından sonra fəcrə qədər olan vaxt qiyamul-leyl. Sən işanını qıl, biraz vaxt ötür, sonra əlhamdülillah yenə nafilə ibadətləri eləyə bilərsən gecə namazı.
Təhəccüdün sadəcə fərqi odur ki, yatıb durub gecənin son 3də birində qılınan və edilən dualara təhəccüd deyilir. Yəni sən onu eləyə bilməyə bilərsən. Amma bundan ki məhrum deyilsən, bunu elə. Hətta mən elə qardaşlar görmüşəm tələbəlik vaxtında. Məsəl üçün indi adam bilir ki, təhəccüdə qalxa bilməyəcək, amma özündə adət elətdirib 2 rükət daim namaz qılır yatmadan öncə. Yəni gecə namazını 2 rükət də olsa qılır. Bəlli bir vaxtdan sonra çıxardır 4 rükətə, sonra 6 rükət, sonra 8 rükətə edir o Ayşə radiyallahu anhə deyir axı Peyğəmbər sallallahu nə buyururdu? Ən gözəl ibadətdə az da olsa daimi olan ibadət. Daimi eləyir, artırır. Əlhamdülillah, bir də baxsan ki, artıq adam gecə namazlarını, qiyam-ül leyli, təhəccüd namazlarını artıq başlayır qılmağa. Yəni ibadətləri artırmaq lazım. Bizim sələfimizlə Ramazan ayı gəlmədən öncə başlayırdı Quran-ı Kərimi xətm eləməyə. Nəyə görə? O gözəl ibadətə öyrəşə bilsin deyə. Yəni bu bir səbir tələb edir. Saatlarla Quran-ı Kərim üzərində durmaq, onu oxumaq, onu təfəkkür eləmək, onunla əməlləmək üçün cəhd eləmək, bunlar vaxt aparan şeylərdir. Yəni səbir gərəkdirən şeylərdir. Ramazandan öncə başlamaq lazımdır buna hazırlaşmağa. Ramazan gəlir, 10 dəqiqə Quran oxuyur, gedir oraya gəlir, 10 dəqiqə açır, gedir telefonla gəlir, 5 dəqiqə, bu fayda vermir. Niyə? Üstündə durub təfəkkür eləyə bilmirsən. Həmin şey üstündə durub təfəkkür eləyə bilmirsən. Amma Ramazandan qabaq sən başlasan özünü öyrəşdirməyə, Ramazan ayı gəldi, rahatlıqla oturub dura bilirsən. Və Quranın da ən böyük faydası nədir? Ənam surəsindəki ayətlər var. Buna 10 hüquq ayəsi deyilir. Allah Azze və Cəllə ayətlər uzundur, sadəcə son hissələrini deyəcəm. Əmirlər və qadağalar eləyir. Sonra deyir ki, Dəlikum vassakum bihi ləalləkum təqilun. Rəbbiniz sizə bunları vəsiyyət etdi ki, bəlkə ağıl edəsiniz. Sonra yenə bəzi qadağalardan danışır və deyir ki, Dəlikum vassakum bihi ləalləkum təzəkkarun. Rəbbiniz sizə bunları vəsiyyət etdi ki, bəlkə düşünəsiniz. Sonra yenə buyurur və sonra deyir ki, Dəlikum vassakum bihi ləalləkum təttəqun. Rəbbiniz sizə bunları vəsiyyət etdi ki, bəlkə Allahdan haqqıyla qorxasınız. İmam Qurtubi rəhməhullah deyir ki, bu əslində Quran-ı Kərimi oxuyub, təfəkkür edib yaşamağın nöqtəsidir. Birincisində nə deyir? Rəbbiniz sizə vəsiyyət etdi ki, ağıl edəsiniz. Yəni bir oxuduğun zaman baxırsan ki, Rəbbim mənə nəyə əmr edir, nəyə qadağan edir. İkincisi nədir? Təfəkkür etmək. Yəni bunu necə əməl edəcəyimi, Rəbbim nə üçün bunu mənə əmr etdi, nə üçün qadağan etdi, bunu mən necə yerinə yetirə bilərəm. Bu üçüncüsü təttəqun, yəni Allahdan haqqıyla qorxmaq, yəni təqvalı olmaq, onu yerinə yetirmək. Artıq başlasın onu əməl etmək. Bu Quran-ı Kərimin belə deyim, düsturu budur. Oxuyursan, təfəkkür edirsən və sonra onu əməl edirsən. Ramazan da bunun üçün ən gözəl fürsətdir ki, oxu, təfəkkürlə və əməllə. Bunun üçün də Ramazandan öncə artıq hazırlığa başlamaq lazımdır. İndi Ramazan ayı artıq bitir. Bir neçə gün qalıb da Ramazan ayı artıq bitir, əlhamdülillah. İndi biz nə edəcəyik? Ramazandan sonra üçün. Baxaq əməllərimizə görə Ramazan bizə nə fayda verdi? Davam edə bilirikmi biz Quran oxumağa, gecə namazlarına, yoxsa elə onun Ramazanını xas saxladıq? Və sonda bu hədislə bitirmək istəyirəm ki, Müslimdə keçən hədisdə Allah Resulü sallallahu əleyhi və səlləm minbərdə olarkən 3 dəfə əmin deyir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm endikdən sonra sahabilər soruşurlar: "Ey Allahın Resulü, nəyə 3 dəfə əmin dedin?" Çünki Allah Resulü əmin, əmin, əmin deyir. Yəni sahabilər bunu görür. Amma öncəsində bir dua görmürlər. Onun üçün təəccüblə soruşurlar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Cibril mənə gəldi və dedi: "Burnu yerə sürtsün o kəsin ki, onun yanında sənin adın çəkilir, o sənə salavat demir." Əmin deyir və mən də əmin dedim. O burnu yerə sürtülməsi, yəni cəhənnəmə atılmaq misalıdır. Və sonra buyurur ki, burnu yerə sürtülsün o kəsin ki, Ramazan ayı girir və çıxır, bu vasitə ilə onun günahları bağışlanmır. Əmin deyir və mən də əmin dedim. Və deyir, yenə burnu yerə sürtülsün o kəsin ki, valideynlərdən biri və ya hər ikisi onun yanında qocalır, o bu vasitə ilə cənnəti qazanmır, əmin deyir və mən də əmin dedim. Və burada ikincisine diqqət edin, Ramazan ayı girir və çıxır, o kəsin günahları bağışlanmır. Deməli, Ramazan belə bir aydır ki, Allah və Rasulunun dediyi kimi haqqı ilə yaşayanda günahların bağışlandığı bir aydır. Əgər bağışlanmırsa, deməli yenə nəyə gəlir? Allah və Rasulun istədiyi kimi yaşamamaq, özünü təskiyə etməmək və təqvalı olmamaqdır. Və Rəbbimdən diləyim odur ki, Allah Azze və Cəllə bizi həqiqətən bu ayda günahları bağışlanan qullardan etsin. Rəbbimdən diləyim odur ki, Allah Azze və Cəllə bu ay vasitəsilə bizi cənnətə düşən qullardan etsin. Əmin. Allah Azze və Cəllə bizi oruç tutan və bu vasitə ilə cənnətin rəyyan qapısından girən qullardan etsin. Əmin. Allah Azze və Cəllə bizim oruclarımızı qəbul etsin. Allah Azze və Cəllə ibadətlərimizi qəbul etsin. Allah Azze və Cəllə bizi eşli faydalanan qullardan etsin. Əmin və elhamdülillahi Rabbil alemin.